kombinin daxilində olan elementləri sizə göstərmək istəyirdim. Qapağı bu formada altı açıldığı şəkildə çıxarılır. Bunun odluğu ilə bağlı məlumat vermək istəyirdim. Odluq özü paslanmaz metaldan olan odluqdur. İçindəki esenjor, hansı ki əsas ana esenjor var. Ana esenjor mis materialdandır. Köməkçi esenjor ki var, arxadadır. Onu ayrıca sizə göstərəcəm. O da paslanmaz bir metaldandır. Adətən iki esenjorlu ilə bir esenjorlunun fərqi insanlarda yanlış təsəvvür yaradır. İki esenjorlu olması bəzən satıcılar bilməyərəkdən o fikirləri səsləndirirlər ki, iki esenjorda olduğu halda kombi eyni vaxtda isitmə rejimində və su hazırlanma rejimində çalışa bilir. Amma bu da yanlış bir fikirdir. Kombilər isitmə rejimində çalışır. Əsasən radiatorları, döşəməni qızdırır. Amma isti su istifadə olunan zaman bunun içində olan 3 yollu klapan və yaxud 3 yollu vana deyirlər türklər. O ayırır. Radiatorlara isti pola gedən su birbaşa dayanır və su isti suyun hazırlanması üçün istifadə olunur.